Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Tebârekellezî biyedihil mulku ve huve alâ kulli şeyin kadirun. Ellezî halakal mevte vel hayâte liyebluvekum eyyukum ahsenu amela. Ve huvel azizul gafur. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizlerin her birinizi bu güzel Allah evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum budur ki hidayet yolunda təqvalı olmaqda Allah Teala her birimizi sabit qədəm qərar versin inşallah. İlahi sənə and verirəm izzəti və əzəmətivin xatirinə. İlahi bu cümə gününü bizim için mübarək qərar ver. İlahi ya Rabbim Allah ibadet ve itaatimizi bizden kabul eyle. İlahi dünya Müslümanlarını sen özün hifz qərar ver. İlahi her yerdeki çaxnaşma var, her yerdeki nahak kan akıdılır, her yerdeki körpe balıların kanı akıdılır ya Rabbim Allah. O yerlerde de sülhün bərqərar olmasında ve eminamanlıq içinde yaşamaqlarına ve bizim de eminamanlıq içinde yaşamağımıza sen özün bize kömək ol ki. İlahi qürbətdə olan kardeşlerimiz var, onların iltiması var ya Rabbim Allah, xəstələri var, çatışmayan cəhətləri var, çatışmayan işləri var, müşkülləri var. Heç yoxdan onların həllində və xəstələrin şifasında onlara kömək ol ki. İlahi burada Azərbaycanda xüsusilə də ana bacılarımız, seydə xanımlarımız, qardaşlarımız xəstələri ilə bağlı iltimas ediblər. İlahi heç yoxdan hər bir xəstəyə şifa ver ki. İlahi Azərbaycanda yaşayan müsəlman bazı və qardaşlarımızı biri-birinə mehriban qərar ver ki. Bütün dualarımızın qəbulü için Muhammed ve Ali Muhammed salavat zikredir. İnşallah bugünkü mövzumuz həmrəylik haqqındadır. En çok daha vacib olan, daha məsuliyyətli olan, daha insana bugünkü dönemde ve tarixən də insana lazım olan əməllərdən biri də insanın həmrəy olmasıdır. Amma həmrəy olmaq nədir həmrəy olmaq? İki cür həmrəy olmaq olar və iki cür yol var. Bir hak yoldur, ikinci bir yol ise nahak yol, yani batil yoldur. İnsan eləyə bilər ki, hak yolda həmrəy olsun digərlərinin. Bu Allah'a insanı çağırdıb aparır. Peygamberlerin yoludur, Kur'an'ın yoludur, Hakkın yoludur, Ehl-i Beyt'in yoludur. Allah Teala bizi o yolda karar versin inşallah. İkinci yolda var ki, əfsuslar olsun, dünya yaranandan bugüne kadar batil yolun üzerinde karar tutan insanlardır ki, onlar nahakkı bile bile ve nahakkın yanında karar tutup dünya için, şəxsi istəkləri için, bu dünyadan el çekmemek için batil yolda karar tutublar ve o yolda addımlayıblar. Allah Teala o cür yolda olanları bizden uzak karar versin ve bizi de o cür yolda olanlardan karar vermesin. İnsan təbiəti bakımından sosyal varlıktır. İnsanın tek başına yaşanması mümkün değildir. Birgə yaşamağın tələbi ise lazım olanı həmrəylikdir. İnsan həmrəy olsa daha güzel. Həmrəy olan insan, yani toplum sayesinde insan yardımlaşabilir, birbirine kömək edebilir. Həmrəy olmaq həm maddi, həm mənəvi. Maddi cəhətdən odur ki, insanlar bir yerdə toplaşıb o maddi cəhətdən birbirlərinə həmrəy olaraq köməkləşirlər. Mənəvi cəhətdən odur ki, həm maddi xüsusiyyətdə və həm mənəvi baxımdan insanlar bir yerdə olub və bir-birlərinə dayaq olurlar. Sözümün əvvəlində Quran-ı Kərimin ayəsi. Allah Müteal Quran-ı Kərimdə Mülk surəsinin 1-ci ayəsində böyle buyurur. Buyurur Tebârekellezî biyedihil mulku ve huve ala kulli şeyin kadirun. Varlık aleminin həqiqi mülkiyyəti ve hakimiyyəti, qüdrəti əlində olan Allah müqəddəsdir, ucadır ve çok xeyir bərəkətlidir ve o her şeye ve huve ala kulli şeyin kadir. O her şeye qadirdir. Bu bir. Sonra buyurur Mülk suresinin 2. ayesinde اَلَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًا. Esas mevzumuza ait bak budur. Hamınızın əməlcə daha güzel
olduğunu sınamak üçün "Ellezî halaqal mevte vel hayâte liyebluvekum eyyukum ahsena." Deyir, hamınızın əməlcə daha gözəl olduğunu deyir, sınamak üçün ölümü və həyatı yaradan odur. Sonra buyurur "Ve huvel azizul gafur." O yenilmez qüdrət sahibi və bağışlayandır. Allah Teala aləmdə xəlifə yaratmaq istəyirdi. Dedi ki, yəni Adəmi yaratmamışdan öncə dedi, ey mələklər, ey yaratdıqlarım, mən yer üzündə xəlifəmi yaratmaq istəyirəm. İnsan elə sadəcə bu işə, bu sözə baxanda və yaxud da Quran-ı Kərimin bu ayələrinə baxanda ki, İlahi pərverdigarı aləm, sən yer üzündə xəlifə yaratmışsan, Əbul Bəşər Adəmdir, İlahi Adəmin balası mənəm və mən xəlifə kimi istəmirsən ki, bu dünyada yaşayım, əbədi olan bir dünyaya qədəm basım ki, cənnətdir mənim yerim. Xəlifə olanda insan o cür ola bilər. Allah xəlifəsi olanda. Yəni xəlifətullah olanda. Deyir, mən yer üzündə mən xəlifə yaratmaq istəyirəm. Və Sad surəsinin 71-ci ayəsində deyir, "İz qalə rabbuka lil mələikəti inni xaliqun bəşərən min tin." Deyir, sənin Rəbbin mələklərə belə buyurdu. "İnni xaliqun bəşərən min tin." Mən torpaqdan bir insan, bəşər yarattım deyir. "Ve izâ sevveytuhu ve nefektu fihi min ruhi ve qa'u lehu sacidin." Elə ki deyir, mən Adəmi yarattım deyir. Onu yaradandan sonra ve nefektu min ruhi, öz ruhumdan ona ne ettim? Üfürdüm ve sonra əmr ettim ki səcdəyə gedin. Hamısına. İndi sual olunur ki, Allah Teala Adəmdən qabaq ki mələkləri yaratmışdı. O mələklər Allaha ibadət edirdi ya yox? Hamı edirdi, düzdür. Əgər hamılıqla ibadət edirdisə, bəs Adəmi niyə yaratdı? Çünki ona ibadət eləyən var idi də. Adəmi yaratdı nə üçün? Deməli, ibadət şərt deyil, ibadət. İtaətdir şərt. Allah Teala buyurur ki, ey mələklərim, ey yaratdıqlarım, mən yer üzündə bir xəlifə yaradıram. Və o deyir ki, elə ki, mən torpaqdan bir bəşər yarattım, öz ruhumdan ona üfürdüm. Ona o canı verəndən sonra dedim ki, mələklərim, yaratdıqlarım, ona nə edin? Mənim əmrimə itaat edərək Adəm üçün səcdə edin. Allah Teala buyurdu, düzdürmü? Deməli, itaat əsasdır. O qədər ibadət eləyənlər var, ibadətləri naqisdir. İbadətin əhəmiyyəti və yaxud da Allah yanında qəbulunun dəyərli olması şərti itaətdir. İnsan itaətdə olmalıdır. Allahını haqq bilməlidir və Allaha itaətdə olmalıdır. Allah əmri gəlirsə, itaətə əsasən ibadətdə olmalıdır. Elə Allah Teala bunu istəyir, göstərsin bütün biz insanlara bayan etsin və o zamandakı olan yarattığı mələklərə, bütün mələklərdir. Buyurur ki, fəsəcədəl mələikətu kulluhum əcməun. Bütün Allah Taala'nın bu əmrinə, bütün mələklər nə etdi? Səcdə etdi, əcməun, hamılıqla. İllə iblis istakbara və kana minəl kafirin. İblisdən başqa istakbara, təkəbbür etdi və kana minəl kafirin və kafirlərdən oldu. Gözəldir. Bu deyir, qalə ya iblisu. Allah Müteal buyurdu ki, ya iblis, ma mənəəkə ən təşşüdə lima xaləqtü biyədəyyə. Sənə deyir, nə mani oldu xəlq etdiyim, yarattığım bir bəşərə ki, dedim ki, mən əmr etdim ki, bəs səcdəyə gedin, sənə nə mani oldu? Təkəbbür etdin, deyir. İstəkbərdə əm kuntu minəl alin. Ayənin axırı əla, gözəldir, çox da məntiqlidir. Deyir, təkəbbür etdin,
Sonra buyurur, əm kunte minəl alin və yaxud da ki, özünü daha çox ali olanlardan, üstün olanlardan qərar verdin. Deməli, Allah qatında üstün olmaq üçün şərt var. Şərti odur ki, Allaha itaətdə olmalısan. İtaət etməsən, ibadət nə qədər etsən, xeyri yoxdur. Şeytana buyurdu ki, iblisə buyurdu ki, iblis istekbər də təkəbbür etdin. Ya təkəbbür oldun, qürrələndin, ya da ki özünü daha çox üstün, artıq bildin, o üstün olanlardan bildin özünü. Dedi, qalə ənə xayrun minhu. İblis dedi ki, həya etmədi. Dedi ki, qalə ənə xayrun minhu. Dedi, Allah da Allah, düzdür sən bizi də yaratmışsan, onu da indi, bəşəri də yarattın, Adəmi də yarattın. Amma deyir ki, qalə ənə xayrun minhu. Mən ondan xeyirliyəm. Xalaqtəni min nar və xalaqtahu min tin. Məni xəlq etmişsən oddan, onu isə eylənmiş palçıqdan. Baxın, təkəbbür etmək. Bütün mələklər həmrəy idi. Bəşər övladın Adəmi də yaratdı ki, dedi, mən ki bunu yaratmışam, siz mənim bu sözümdə də, bu əmrimdə də həmrəy olun. Fayda sizin üçündür. Mən xəlifətullah yaradıram yer üzərində. Və onu etməklə mələklərin sınağa çəkdi. Ona ibadət eləyən, yaratdıqlarını sınağa çəkdi. Deməli, məsələ budur ki, ibadət o qədər də önəmli olmur. Əsas odur ki, Allah kəlamına, Allahın buyurduğuna itaətdə olasan, itaətin əsasında ibadəti eləyəsən, qiymət və dəyər o zaman olur. Allah Teala bizi o cür olan insanlardan, ibadət eləyənlərdən, müminlərdən və müsəlmanlardan qərar versin inşallah. Muhammed və Ali Muhammed salavat zikr eləyir. Deməli, məqsəd nədir? İnsanın itaətidir. İnsan itaətdə olsa, Allahın yanında olsa və Allahla bir yerdə qərar tutarsa, nə xoş o insanın halına. Allah Teala peyğəmbərlər göndərib. Hər bir peyğəmbəri də imtihanla göndərib və hər bir peyğəmbəri də göndərəndə möcüzə ilə göndərib ki, insanlar ibrət götürsünlər. Və hər bir peyğəmbəri də göndərəndə öz qövmü olur. İndi baxın görək, Allah Teala Nuh əleyhissalamı göndərir, 950 il nə edir? Təbliğ edir. 950 il. Amma bir zaman ki Allah Teala əmr edir ki, ya Nuh və sənin qövmin minsinlər gəmiyə, neçə nəfər gəmiyə minir? Heç 100 nəfər də deyil. Tarix yazır ki, 80 nəfər. 950 il təbliğdə olan Nuh əleyhissalamın yanında ki, Allah Teala buyurur ki, Nuh əleyhissalama bu dini insanlara bəyan et və sən haqq olan peyğəmbərsən və sənlə bu insanlar həmrəy olsunlar, nə olur? İnsanlar onunla bir yerdə olmurlar. Elə? Cəmi 80 nəfər onunla bir yerdə olur. Belə deyək, Həzrəti Musa əleyhissalam Allah Teala Fir'ona qarşı 11 möcüzə ilə göndərir Fir'onun üstünə. Elə? Belə bir sual olur ki, elə ki Fir'onla üzbəüz gələndə, Fir'on lənətullah öz insanlar ki gətirirlər, sehirbazlar idi onlarla bir yerdə. Hərə ki hər bir şey göstərəndən sonra Allahın əmri ilə Musaya əmr olundu ki, ya Musa əlindəki olan əsanı at. Musa əleyhissalam əsanı atandan sonra bütün o sehirləri hamısını bir yerdə utdu. Allah Teala eləyə bilməzdi ki, həmən o ərəfədə Fir'onu da onunla bərabər utsun. Bəs niyə utmadı? Bu sual bizim gəlmir bizə. Soruşmuruq, niyə utmadı? Allah Teala zaman gözlədi, məqam gözlədi. O zaman ki, Musa əleyhissalam İsrail övladları ilə bir yerdə Fir'onun əlindən o qövmü xilas edəndə, dəryadan keçəndən sonra insanlar ki vardı Fir'onun yanında, onun batil əməllərində onunla həmrəy idilər, dəryanın içində hamılıqla Fir'onla bərabər qərq etdi suya. Çünki eləyə bilərdi, Fir'onu da orada götürsün. Yox, həmfikir olan adamları bərabər, o yüzlərlə, minlərlə insanı da dəryada
Fironla beraber qərq etdi. Bu bizə ibrətdir. Hərə öz məqamın yerini tutmalıdır, bilməlidir. Görürsünüz, bu belə. Amma buna baxmayaraq, o qövm ki, Həzrəti Musa aleyhissalamla Allah Teala onları Fironun əlindən qutardı, Musa'nın vasitəsilə onlar çıxıb gəlib bir səhrada qərar tutandan sonra Allahın əmri ilə, istəyi ilə o insanlara Allah ruzi göndərdi. Elə siz bunları bilirsiniz bəziləriniz. Allah Teala onlara ruzi göndərdi. Bir müddət o ruzidən ruzilənəndən sonra Fironun zülmündən qaçmış Musa aleyhissalama pənah gətirən qövm nə dedi Musa aleyhissalama? Sənin Allahın tərəfindən bizə göndərilən bu ruzidən biz doyduq. İnsan sənin Rəbbin tərəfindən göndərilən bu ruzidən biz doyduq, biz digər yerdə bitən bəzi şeylərdən istəyirik ki, yeyək. Musa aleyhissalam buyurdu ki, bəs sizin istədikləriniz burada yox, şəhərdə olur. Adam göndərdilər şəhərə, gördülər ki, Pərverdigar aləm, o şəhərdəki insanlar yaşayırlar, onlar çox həddindən artıq hündür və həddindən artıq çox nə idilər? Güclü idilər. Qorxudan gəldilər Musa'nın yanına. Bu xəbəri qövmə, Musa'nın qövmünə çatdırandan sonra o qövm bilirsiniz Musa aleyhissalama nə dedi? Dedi ki, o insanlar ki, şəhərdə yaşayırlar və biz onların qorxusundan bir şey oradan götürə bilmədik ya Musa, sən və sənin Allahın gedib ondan vuruşsun. Fironun əlindən xilas etmişdi Allah Teala Musa'nın əlindən. Həmən qövm Allahın göndərdiyi o ruzi ilə kifayətlənmədi. Dedilər ki, bəs şəhərdə yerdə bitən ruzilərdən bizə ver. Şəhərə göndərdi, oradakı insanlar çox güclü, çox əzəmətli idilər. Dedi ki, bəs iş əgər belədirsə, ya Musa zəhmət çək, sən və sənin qövmün neynəsin? Geçsin o insanlarla vuruşsun. Tarix yazır ki, Musa aleyhissalam 40 il o səhrada yaşadı və o insanlar Musa aleyhissalamla bir yerdə orada dünyasını dəyişdilər. Bu da Musa aleyhissalamın qövmü. Həmrəy Allah üçün bir yerdə olmadılar. Düz? İnsan bilməlidir nədə həmrəy olur və necə həmrəy olur. Həzrəti Nuh aleyhissalam dövründə Allah Teala nə etdi? Bəlanı göndərəndə Nuh aleyhissalamı su ilə imtihana çəkdi. Həzrəti Lut aleyhissalam özü və 2 övladı qız uşağı iman gətirdilər və onlara hətta xüsusi, yazılır ki təfsirdə, xüsusi adlar yazılmış daşlarla belə bəla göndərdi Lut aleyhissalamın qövmünə, daşla imtihan elədi onları. O cür cəzalandırdı. Nuh aleyhissalamı su ilə cəzalandırdı. Ad və Səmud qövmünə şiddətli külək göndərdi. Tamamen yerlə yeksan elətdirdi. Niyə? Bu insanlar bu cür rəftarları bu cür olduğu üçün, Allah'ı yanında qərar tutmadıkları üçün və batil yerdə qərar tutduqları üçün, bu dünyaya o qədər bağlı olduqları üçün cəzaları o oldu. Allah Teala hər birimizi o cür cəzalardan uzaq qərar versin inşallah. Muhammed və Ali Muhammed salavat gidelim. Bakın Hazreti dövr keçəndən sonra Allah Teala təkrarən insan üçün xilaskar göndərdi yer üzərinə. Hazreti İsa aleyhissalamı göndərdi. Məryəm surəsinin 28-ci ayəsi buyurur: Ya uxtə Haruna ma kana abuki imra əsəv'in və ma kanət ummuki bəğiyən. Dedi ki, ey Harun'un bacısı və atan, nə atan pis kişi olub, nə də ki anam pis qadın olub, əməl sahibi olub deyir. Fəəşarət iləyhi qalu keyfə nukallimu mən kana fil məhdi sabiyyən. Elə ki Allah Teala əmr etdi ki Məryəm, Həzrəti Məryəm
hamilə qaldı İsa əleyhissalama. İsa əleyhissalam dünyaya gələndən sonra Məryəmin əlində İsa əleyhissalamla bərabər gəldi ins qövmünün huzuruna. Dedilər ki, ya Məryəm, sən Harunun bacısısan, nə sənin atan pis bir insan olub, nə sənin anan pis əməl sahibi olub, sənə nə mani oldu ki bu iş, nə etdi? Dedi ki, fəəşarət ileyhi. Həzrəti Məryəm Allah əmri ilə sustu, yəni susmaq orucunu tutmuşdu. Fəəşarət ileyhi, işarə etdi ileyhi kimə? Qundaqda olan İsa əleyhissalama. Qalu keyfə nukellimu mən kana fil məhdil sabiyyən. Və insanlar hamısı bir-birinə sual verdi ki, keyfə nukellimu, biz ondan necə danışaq? Halbuki hələ o balacadır, qundaqdadır. Necə olur ki biz ondan danışa bilək? Bu nədir Məryəm? Sən bizə bu yolu göstərirsən, bu nə cür bir şeydir? Deyir, qalə inni Abdullah atənil kitabə və cealəni nəbiyyən. Allahın əmri ilə qundaqda olan, ətəkdə olan, əldə olan İsa əleyhissalam nə etdi? Dil açdı. Qalə inni Abdullah, mən Allahın quluyam. Və ətənil kitabə, və Allah mənə bu halımda kitab göndərdi. Və cealəni nəbiyyən, və məni nəbi, peyğəmbər qərar verdi. Allah Teala öz möcüzəsi ilə insanları hidayət olmaq üçün, biz Allahı dərk etmək üçün və Allahın buyurduqlarına əməl etmək üçün Allah Teala əsrlər boyu biz insanlara, bəşər övladlarının oyanması üçün və Allahın o əzəmətin dərk etməsi üçün və Allah yolunda haqq olaraq, haqq addımlamaq üçün Allah Teala hər zaman bizim üçün nümunələr qoyub, amma ona baxmayaraq ki, biz insanlar hər zaman Allahın yolundan nə etmiş oluruq? Uzaqlaşmış oluruq. Hər zaman da Allah Teala göndərdi. İsa əleyhissalamı da göndərdi. Və dil ona verdi qundaqdaykən ki, insanlar başa düşün. Mənim üçün atasız insanı dünyaya gətirmək nədir? Çox asandır. Çünki sizin baba və nənənizi neynən? Torpaqdan yaratmışam mən. Heç onların ata və anası yoxdur. Allah deyir, mən xəlq etdim, mənim yanımda qərar tut, mənlə həmrəy ol, mənim buyurduqlarıma əməl et, mənim buyurduqlarıma əməl etsən, nicat taparsan, nicat yolu mənim yolumdadır. Tarixə bax, nə qədər ki insanlar olublar, istər Firon olsun, istər Nəmrud olsun, istər digərləri olsun, hansı tarixdə qalıblar, əgər onlar yada salınırsa, lənətlə yada salınır. Düz. Əgər Peyğəmbər və İslam və Peyğəmbərlərimiz yada salınırsa, hər zaman ki yada salınır və hər zaman da onun haqqında danışırıq və bu bizdən asılı deyil, bizə qədər də belə olub, bizdən sonra da belə olacaq. Bu qərarı verən Allahdır. Allah Teala möcüzə göndərdi. İsa əleyhissalam ki, qövm, başa düşün. Bunu mən göndərmişəm. Anlayın, dərk eləyin. O əzəməti dərk eləyin. Amma İnsanlar neynədi? Sonra buyurur, və cəaləni mübarəkən eynəmə kuntu və əfsani bis-səlati və zəkati ma dumtum hayyən. Buyurdu ki, o harda olaramsa olum, məni mübarək həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən etdi. Və mənə diri olduqca namaz qılıb, zəkat verməyi tövsiyə buyurub, tapşırıb. Kim? Mənim Rəbbim. İnsanlar oyanın və mənim buyurduqlarıma əməl edin. Mənim dediklərimdə məndən həmrəy olun, şeytanla həmrəy olmayın. İnsanlar İsa əleyhissalam gələndən sonra haqqı tapdılar və haqqın yolunda oldular, o cür rəftar etdilər. İnsan nə qədər dəyişdi, nə qədər pisə tərəf getdi, nə qədər pisin yanında oldu ki, insan diri-diri nə edirdi? Diri-diri öz doğma övladın yerə bastırırdı. Hətta tarix yazır ki, xanımlar olublar ki, geliblər səhraya, səhrada hamiləliyin keçirdiblər. Görüblər ki, yox, əgər mənim övladım qız uşağıdırsa, öz əlləri ilə açıblar torpağı, övladını ora qoyublar, dəfn edib, sakit-sakit evlərinə qayıdıblar. İnsan nə qədər vəhşi olarmış. İnsan nə qədər batillə həmrəy olarmış. İnsan nə qədər zülümkar olarmış və zülmün yanında həmrəy olarmış. Bir yerdə olarmış. Allah Teala buyurur ki, hər zaman mənlə ol.
haqqın yanında ol və qərarı da həmrəy olmaqda da haqq kim deyirsə onun yanında qərar tut. Görsən ki, insan xeyr, mümkün deyil. Ona görə Təkvir surəsinin 7-ci ayəsi buyurur, Bismillahirrahmanirrahim, və izən nüfusu zuvvicətdir, ruhlar bədənlə qovuşacağı zaman, və izən nüfusu zuvvicətdir, ruhlar bədəndən qovuşacağı zaman, bu hansı zamandır? O zaman ki, insan hər birimiz öləcək, qiyamət günü, elə ki, insanlara ruh təkrarən bədənə qovuşmaq icazəsi Allah tərəfindən verildiği zaman, sonra buyurur ki, və izələ məv'udətü su'ilət, diri torpağa gömülən körpə qızlardan deyir, soruşulduğu zaman, və izələ məv'udətü su'ilət, diri torpağa gömülən qızlardan soruşulacağı zaman, bi-eyyi zəmbin qutilət. Axı, o hansı günaha görə öldürüldü? Bi-eyyi zəmbin qutilət. Hansı günaha görə o insan öldürüldü? O xanım hansı günaha görə, nə günahı vardı ki o öldürüldü? Allah Teala o zaman o insanların vəhşi olmaq səviyyəsində və batillə, şeytanla, nəfslə həmrəy olub o ən pik nöqtəsində, uca nöqtəsində kimi göndərir? Xilaskar olaraq bütün dünyaya rəhmət olaraq Muhammed el-Mustafa'nı göndərir. Allahümme sallallahu Muhammed. Və sonra buyurur ki, Səhv surəsinin 10-cu ayəsində və diqqətlə qulaq asın inşallah Allahın izni buyurur. Ya eyyuhəllezine amenu həl ədullukum alə ticaretin tuncikum min azabin alim. Ey iman gətirənlər, sizə elə bir ticarət yolu, elə bir yol göstərim ki, sizi o ağrılı əzabdan qurtarsın. Yəni Allah deyir ki, ağrılı əzab var ha, yaddan çıxartma. Sonra buyurur ki, Səhv surəsinin 9-cu ayəsində Huvellezi ersele Rasulahu bil huda ve dinil haqqi liyuzhirahu ale'd-din kulli velev kerihal müşrikun. Huvellezi, o Allah'tır ki müşriklerin hoşuna gelmese bile onu bütün dinlerden üstün etmek için öz Resulunu hidayet ve hak olan dinle gönderen məhz o Allah'tır, odur. O gönderip sizin xilasınız üçün Peyğəmbəri gönderib və Qur'anı gönderib. O gönderib sizin üçün. Tu'minun billahi və rasulihi və tucahidun fi sabilillah bi amwalikum və anfusikum zalikum xayrun lakum in kuntum ta'lamun. Deyir Allah və onun Resuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Bi amwalihim və anfusihim cihad edin. Əgər bilsəniz iman və cihad sizin üçün daha xeyirlidir. Əgər bilsəniz iman və cihad sizin hər biriniz üçün daha xeyirlidir. Allah Teala bizim hər birimizi o xeyirli olanlardan qərar versin inşallah. Yunus 57'de buyurur ki, Ya eyyuhan nas قد جاءتكم موعظة من ربكم وشفاء لما في الصدور وهدى ورحمة للمؤمنين. Ya eyyuhan nas. Burada Allah Teala hitap edir bütün insanlara. Ey insanlar, bəşər övladı, Adəmin balaları, ya eyyuhan nas, qad caətkum mev'izatun. Sizin üçün bir müizə göndərmişəm. Ne için gönderip? Nedir o? Mev'izatun min rabbikum. Sizin Rabbinizden sizin için bir ne göndermişəm? Mev'ize göndermişəm, bir kitap göndermişəm, bir Kur'an göndermişəm. Ve şifaun lima fissudur. Sizin kalplerinizde olan o çirkinlikleri, napak olanları temizlemek için. Ve hudan ve rahmetun lil mu'minin. Buyurur ki müminler için, ayenin ahırı çok güzeldir. Müminler için hidayet ve rahmet göndermişəm, mağfiret göndermişəm. Kimler için? Müminler için. O hansı müminlerdir? Hazreti Peygamberden bir yerde onun buyurduqlarına əməl eden mümin, her kelamını eşiden bir mümin. Yaddan çıkartmayın ki Allah Müteal buyurur ki Hazreti Peygamber aleyhissalatu vesselam وَمَا يَنْتِقُ عَنِ الْحَوَا. O havai nəfsindən o təbliğə ki başladı. Allah əmr etdi ki peygamberlik təbliğ dövründə وَمَا يَنْتِقُ عَنِ الْحَوَا. Yaddan çıxartmayın, o havai nəfsdən bir şey demir.
İn huve vahyun yuha. Her ne deyirsə vəhyidir, Allah kəlamıdır. Ona qulaq asın. Onun dediklərinə əməl edin. İnsan əməl edərsə nicatdır. İnsan Allahla, Peyğəmbəri ilə, Əhl-i Beyti ilə həmrəy olarsa nicat o vaxtdır. Allah Teala o yolda bizi sabit qədəm qərar versin. Allah Teala o yolda bizim hər birimizi qərar verməkdə, hər birimizə kömək olsun inşallah. Muhammed və Ali Muhammed salavat zikr eləyək. İsra surəsinin 82-ci ayəsində buyurur və nunəzzilu minəl Qur'an ma huve şifaun və rəhmətun lil mu'minin və la yeziduz zaliminə illə xəsara. Buyurur və nunəzzilu minəl Qur'an ma huve şifaun və rəhmətun. Mən nə gün bizdir Qur'andan möminlər üçün nə göndərmişsə şəfa və rəhmətdir. Biz Qur'anda deyir Peyğəmbər insanlara deyir biz Qur'anda nə göndərmişiksə möminlər üçün şəfa və rəhmətdir. Və la yeziduz zaliminə illə xəsara. Amma zalimlər üçün xəsarətdən başqa bir şey deyil. Yəni nə demək istəyir bizə? Yolunuzu bəlli edin. Ya möminsizsə mömin olun, ya zalimsizsə zalim olun. Ya günah etmişsizsə istiğfar edin. Estağfirullah Rabbi və ətubu ileyh. İlahi sənin buyurduğunla mən həmrəy olmaq istəyirəm. İlahi əgər mən sənin buyurduğunla həmrəy olsam, haqla həmrəyəm. İlahi Qur'anla həmrəyəm, Peyğəmbərinlə həmrəyəm, Əhl-i Beytinlə həmrəyəm. İlahi əgər o cür olsam, vətənimi sevərəm, torpağımı sevərəm, ailəmi sevərəm, böyük kiçik bilərəm, halal yolda olaram, başqa bir yola getmərəm. İlahi bizlərin hər birimizi o yolda olmaqda qərar ver ginən. Və əsas məsələ, meyyar budur. Həmrəylik elə boşuna bu deyil. Yox, həmrəylik Allahın buyurduqları ilə bir yerdə olmaq. Hər bir şəxs Allahın yanında, yəni Allahın buyurduqlarına əsasən, Peyğəmbərin və Əhl-i Beytin buyurduqlarına əsasən həmrəy olarsa, qərar tutarsa, nicat onundur, mənim əzizlərim. Həmrəy olmaq gözəl bir şeydir. Amma dində həmrəy olmaq. Dində həmrəy olan əqidəsi də, mənəviyyatı da, hər bir şeyi pak olacaq, təmiz olacaq. Ondan gözəl bir şey yoxdur ki. Əsrlər boyu nə qədər imtihanlardan keçmişik. Ziyarətə gedən insanları soyublar. Ziyarətə gedənləri illərlə, əsrlərlə insanların başına oyunlar gətiriblər. Onların var dövlətini oğruyublar. Amma indi biraz bir çətinlik olanda nə edirik? Gileylənirik. Bu da bir imtihandır, bu da bir sınaqdır. Hər birimizin bir sınağımız var. Demirəm, ha bir şey olsun, yox. Olmasa daha gözəldir. Olmasın belə bir şeylər. Amma əgər olarsa, haqq üçündürsə, niyə də olmasın? İlahi sən bilirsən də nə üçün mən bu işi gördüm. İlahi sənə məlumdursa mənə yetərlidir ya Rəbbim Allah. İlahi o yolda mənə güc ver. İlahi o yolda, haqq yolunda həmrəy olmağa hər birimizə kömək ol ginən. Bax o zaman o ləzzət olar. O zaman bir eşq var, bir gözəllik var. Allah Teala göndərdiyi sonuncu Peyğəmbərin nə göndərdi? Deyir ki, mən sizə iki şeydə həmrəy olmağı tapşırıram. Nədir o? Deyir, bir Qur'andır, bir də mənim Əhl-i Beytim. Bunlarda həmrəy olun. Bunlarda həmrəy olsuz, sizə bir şey olmaz, sizə zaval yoxdur. Amma əfsuslar olsun ki, Peyğəmbərin gedişatından sonra, dünyasını dəyişəndən sonra, əksinə müsəlmanlar onların əleyhinə oldu. Qeyri-müsəlmanlar hakim oldu və müsəlmanlar neçə 72 firqəyə bölündülər. Və hər bir firqə də deyir ki, mən haqqam. Bu cür. Və ondan sonra da indi müsəlman ölkələri digər qeyri-müsəlman ölkələrinə necə həsrətlə baxırlar. Niyə? Çünki biz həmrəyliyimizi düz tutmadıq. Biz düz yolda qərar tutmadıq. Biz əgər qərar tutsaydıq Allah, Peyğəmbər, Qur'an, İslam, Əhl-i Beyt, Peyğəmbər əleyhissalatu vəssalamın Allah necə buyurur ki, onun sözlərinə qulaq asın və əməl edin, nicat taparsınız. Bu sizin üçün xeyirlidir. Ey müsəlman qövmi, geridə qalmağımızın səbəbi bizim bir yerdə olmamağımızdır. Müsəlmanların bir yerdə həmrəy olmamağıdır ki, bu cür nifaqların içində yaşayırıq. Bu cür indi eləyə bilirik ki, digər qeyri-müsəlman ölkələri, müsəlman ölkələrində belə, müsəlman toplumu yaşayan ölkələrin içində belə müxtəlif cür
fəsaddar, müxtəlif cür Allah bəyənməyən şeytan əməli, nəfs əməlini o qədər maya qoyur, onu gözəlləşdirir, bizim gözümüzdə və bizim balalarımızın gözündəki hamı elə bilir ki, bu gözəldir. Çünki hər zaman çalışır ki, səni o həmrəlikdən parçalasın, ayırsın səni oradan, sən o yolda olmayasan. Bu bizim zəifliyimizdir ki, biz İmanımızın zəifliyidir ki, biz o yerdə qərar tuta bilməmişik və bilmirik. Qərar tutsaq, heç bir ölkənin bizə gücü çatmaz. Bizim o əxlaqımızı əlimizdən ala bilməz. Biz güclü olmalıyıq. Biz çalışmalıyıq. Biz güc gəlməliyik. O zaman inşallah ki, Allah Teala o haqq yolu bizim üçün açacaq. Muhammed və Ali Muhammed salavatı gedir. Kullu nefsin bima kasabet rahinatun. Allah Teala buyurur, her bir insan bima kasabet rahinatun. Her bir insan öz elədiyinin girovundadır, əməllərinin girovundadır. Allah Teala buyurur Kur'an'daki peygamber insanlara çatdır. Her bir şəxs öz əməllərinin girovundadır. Və biz də o cür. Bakın, bütün həmrəyliyi buyurduq, bütün müsəlmanların birliyin buyurduq. Nə xoş olardı ki, müsəlmanlar bir olaydı. Nə xoş olaydı ki, müsəlmanlar Allah'ın buyurduqlarında, Qur'an-ı Kərimdə və gözəl əhl-i beytlə bərabər və gözəl səhabələrlə bərabər bir olaydılar, həmrəy olaydılar. Və tarixdə də nə qədər həmrəy olmayan batil insanlar olublar, onların haqqında danışılmır. Və yaxud da ki, onlar haqqında danışılanda onlara lənət oxunur. Baxın, 1400 il bizi ayırır Qur'an-ı Kərimdən və Peyğəmbərdən. O yaddan çıxır, yox çıxmır. 1300 il Əhl-i Beytdən bir nümayəndəsi var burada, Həzrəti Həkimə xanım. Hər zaman da o danışılır və hər zaman da onun haqqında deyilir. Üstündən 1300 il keçib danışılır ya, yox. Zamanında qəddar insanlar onlara yerində və öz ölkələrində doğulduğu Mədinə-i Münəvvərə yaşamağa imkan verməyiblər. O təcavüz nəticəsində onlar Mədinədən İraqa, İraqdan İrana, İrandan da hara? Azərbaycana onların bir dəstəsi gəlib burada qərar tutub. Elə tarix belə olsaydı əgər, bu yaddan çıxmalıydı ki, bizim 3, 4, 5-ci babamızın qəbrini soruşsaq, heç birimiz onun yerini bilmirik. Elə bilirik. 6-cı baba hardadır bilmirik, adını da bilmirik. 7-ci baba hardadır, onu da bilmirik. Qəbri hardadır, silinib. Amma 1300 ildə heç fikirləşmərik. 1300 ildir. Tarixdə 13-cü əsrdə 2-ci Fərruxzad tərəfindən bina olunub, elə bu bina. Ta gəlib genişlənib, gəlib çatıb ta hara? Sovetlər dönəminə. 70 ildə biz Sovetin içində, o dinsiz ölkədə, yəni qurumda yaşamışıq. Elə bir neçə Azərbaycanda məscid və yaxud da inanc yerləri, kilsə partladılıb. Onlardan biri də Bibi Heybət məscididir. Bəhanə ki, yol açılsın, elə? Yol. Məscidi partladırlar və düz həmən məscidin üstündən yol tikilir. Bakıya giriş üçün, cənub tərəfdən, elə? 36-cı il, 37-ci ildə yerlə yeksan olunur. Hətta məscid bir daha tanınmasın deyibən, üstündə görənlər, yaşlı adamlar görüblər. Arkada tikirlər üstündən, bulaq da qoyuldu orada, yanında üzr istəm hamam da tikildi, tamamen iz itdi, tutardı. Yaxşı, müstəqilliyimizi əldə etdik. Yenidən bu məscidi, yeni bir nəfəs verildi, verilmədi. Allah istədi, o olsun, o olmasın. Allah'ın istəyi ilə və ölkə rəhbərinin vasitəsi ilə Allah Teala nə etdi təzdən? Heydər Əliyev cənablarının vasitəsi ilə bu gözəl, o durum Azərbaycanın durumu o zaman hər biriniz bilirsiniz. Həm iqtisadi durum, həm müharibə, həm maddi durum, tamam acanacaqlı bir vəziyyətdə inanc sahiblərinin xahişi ilə, özü də onun başında olaraq bu məscidin tikilişində bu dağ 18-20 metrə çapılıb, yeni yol tikilib və bu məscid həmən o yolun üstündə bərqərar olub. Allah'ın izni ilə. Allah Teala dedi ki, bəli, bu Azərbaycan xalqı üçün, haqla həmrəy olduğu üçün və Allah Teala o gün bugün Azərbaycan xalqını qələbə müjdəsi ilə müjdələndirir. Allah istədi, bu xeyr əməl olsun.
Bu pay bizim payımızdır, Azərbaycan üçündür. Bu güzel bir əməldir ki, bu olunub. Onun nurunda, onun ışığında, Əhl-i Beytin nurunda bütün minlərlə xaricdən və daxildən gələn zəvvallar gəlirlər. Burada ibadət və itaətin edirlər. Allah Teala bu haqq yolda həmrəy olmaq üçün hər birimizə kömək olsun. Və bizim ibadət və itaətimizi bizdən qəbul eyləsin. Sizin kimi burada baxıram ki, uzun illərdir, 20 il, 25 il bizim burada zəvvarlarımız var, gələnlərimiz var. Sizin, mən qurban olum hər birinə, təzəsinə də, köynəsinə də. Amma aramızdan bir çəlimsiz bir hacı vardı. Çoxlarımız onu tanıyırdınız. O 20-25 il müddətində hacı ədalətdir. Hər zaman gecə olsun, gündüz olsun, sübh namazı olsun, günorta namazı olsun və yaxud da axşam namazı olsun, o insan bura gələrdi. Deməkdə məqsədim nədir? O dünyasını dəyişib. Allah bütün ölənlərlə bərabər onu da rəhmət eləsin. Məqsədim odur ki, o əvvəldən, hələ 25 il bundan qabaq, rəhmətli alim Hacı Şahin qardaşımızın müridlərindən biri idi, müasirlərindən biri idi. Məşədi Dadaş məscidinin adamlarından biri idi. O orada da olmağına baxmayaraq hər zaman, heç olmasa sübh namazında, hər gün sübh namazında, ya zöhr namazında, ya şam namazında. Əsası bir şey nədir? Mən darıxıram onun üçün ki, o arada mənə zəng eləyərdi, deyərdi ki, hacı nə olar, səndən xahiş edirəm, yenə sənə üz vururam. Hacı sübh namazından bir yarım saat qabaq gəlmişəm, dayanmışam bu soyuqda. Qoy məni buraxsınlar da. Amma bu insan adi insan değildi ya. Nə də adi insan değildi? Bilənlər, tanıyanlar bilir. O kör idi, görmürdü yolu. O Əhl-i Beytin qapısında əhd bağlamışdı. Həmrə idi Əhl-i Beytlə. Dedi ki, yox, mən bu qapıdan getmərəm. Qış da oldu, bu qapıda qaldı. Yay da oldu, bu qapıda qaldı. Sübh namazından bir saat qabaq, hətta gecə namazı, belə deyək, xiftən namazı qutarandan sonra yenə zəng eləyərdi. Hacı, bir 5 dəqiqədə mənə, bir 10 dəqiqədə mənə imkan versəz, mən burada qalıb dua eləyərdim də, nə olar? Bax, belə bir şəxsiyyət dünyasını dəyişdi. Əhl-i Beytin qapısında kasıb bir insan. Amma Əhl-i Beytin qapısında əhd bağlamışdı ki, ilahi mən sənlə bir yerdə, bu Əhl-i Beytin qapısında ta son an dəqiqəsinə qədər burada oldu və dünyasını dəyişdi. Hətta bir neçə dəfə bu yolu keçəndə qəza, maşın onu vurmuşdu. Şikəst ikən yenə gəldi bura. Xəstə idi, yenə gəldi bura. Ay hacı, belə olmaz, sən belə eləmə, sənə xəstə qoy olsun. Mən bu qapıdan ayrı düşmərəm, mən eləyə bilmirəm bu qapıdan ayrı düşüm. Tamam sidq ürəklə bağlanmışdı Əhl-i Beyt qapısına. Allah Teala hər birimizi o cür imanda olmağı qərar versin. Biz onu yaxşı bilirik. Allah Teala onun yaxşı əməllərin daha gözəl qərar versin. Əgər səhvsiz insan yoxdur, əgər səhvləri olubsa həyatında, Allah Teala təqsiratından keçsin. Onu cənnətlə müjdələndirsin. Allah Teala bizim də günahlarımızı bağışlasın. İlahi Pərverdigarı aləm, sənə and verirəm izzəti və cəlalı və əzəmətivin xatirinə. İlahi dualarımızı bizdən qəbul eyle. İlahi gələn günlərimizi xeyrə calaginən. İlahi dünya müsəlmanlarının hifz qərar verginən. İlahi dünya müsəlmanların biri-birinə mehriman qərar verginən. İlahi Azərbaycanda yaşayan bu xalqları, bu müsəlman camiyyəsini biri-birinə mehriban qərar verginən. İlahi bizləri müharibə otu ilə təkrar imtihana çəkməginən. İlahi ruzimizi bol qərar verginən. İlahi şəhidlərimizi qəni-qəni rəhmət qərar verginən. Məqamları ucadır, daha da uca qərar verginən. Yaralı qazilərimizə şifa verginən. Ruzələrin bol qərar verginən. İlahi xəstələrimizə şifa verginən. İlahi sənə and verirəm izzəti və cəlalı və əzəmətivin xatirinə. Ya Rabbim Allah, bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar verginən. Pərverdigarı aləm, evlərdə, xəstəxanalarda iltimas edənlər var. Kimlər ki, hər nə ki dua edirlər. Mövzumuz ki, həmrəylikdir, ilahi Pərverdigarı aləm. O həmrəylik ki, sən istəyirsən ki, bizdə olsun. Onun bizdə olması üçün sən bizə kömək ol ki. İlahi, o ki, qeyri-müsəlman ölkələrindən gələn insanlar ki var. Hətta bizim öz aramızda olan, adı müsəlman olan, bizə zərbə vuran insanlar ki var ki, ya Rəbbim Allah, ilahi onların imkanlarını əllərindən al ginən. İlahi Pərverdigarı aləm, müsəlman xalqı, xüsusilə də Azərbaycanda yaşayan bazı və qardaşlarımız öz vətənin, öz torpağın, öz ölkəsin sevən insanlardır. Öz dinin sevən insanlardır. Sakit insanlardır. Ya Rəbbim Allah, bu cür gözəl həyatın keçirmək
verməsində və sənin yolunda, haq yolda olmaqda hər birimizə kömək ol ginən. Bütün dualarımızın qəbulü üçün Muhammed və Ali Muhammed salavat edin.